Salam dəyərli 5-cilər. Bu gün sizlərlə paralel və perpendikulyar düz xətlərin çəkilməsi mövzusunda səhifə 55-də yerləşən misal və məsələləri izah edəcəm. Əvvəlki səhifələr videomda yer alır. Bundan əvvəlki videomda oradan baxa bilərsiniz. Bu tip videolar üçün də kanalıma abunə olmağı unutmayın. Başlayırıq öyrənmə hissəsinə. Deməli, düzbucaqlı və kvadratın çəkilməsi. Cünyə və xətkeşdən istifadə etməklə tərəflərin uzunluğu verilmiş düzbucaqlını çəkmək olar. Deməli, məsələn, uzunluğu 8 sm, eni 5 sm olan düzbucaqlını çəkək. Xətkeşdən istifadə etməklə uzunluğu 8 sm olan AB parçası çəkilir. Əvvəl AB. Sonra cünyə vasitəsilə AB parçasına A və B nöqtələrindən uzunluğu 5 sm olan perpendikulyar parçalar çəkilir. Bu parçaların uc nöqtələri də ən sonda birləşir. DC ilə adlandırılır. O da 8 sm. Deməli, 8-ci çalışmaya baxırıq. Şəkildəki fiqurların tərəflərin uzunluğunu ölçün və bu fiqurları dəftərinizə çəkin. Əziz şagirdlər, xətkeşi qoyursunuz bu hissədən. Baxın, buradan 0. Buradan neçə santimetrdirsə oranı qeyd edirsiniz və yazırsınız buradan. İndi mən bilmirəm, yəni. Kitabda neçə santimetr olacaq? Yazırsınız. AB deməli, bərabərdir DC-yə. O da bərabərdir. Tutaq ki, ölçsəz 3 cm alsaz, yazırsınız ki, 3 cm. Yəni, bu kompüter olduğundan, baxın, mən böyüdəndə bu santimetrdə böyüyür, kiçiləndə kiçilir. Ona görə özünüz kitabdan baxın. Baxın, bura tutaq ki, 2 cm olsa, mən yaza bilərəm ki, DA bərabərdir CB, o da bərabərdir 2 cm. Yəni, bunlar şərtidir. Özünüz ölçüb həqiqi qiymətli yazarsınız. Eyni qayda ilə bura HC bərabərdir, HY bərabərdir, YF bərabərdir, CF yazırsınız, sonra uzunluq qeyd edirsiniz. Buradan, məsələn, enlər bərabərdir, PK ilə MM bərabərdir. Bunlar eynidir də, tutaq ki, 2 cm-dir. Burada olsun 3 cm. Oradan yazırsınız PM bərabərdir, KN o da bərabərdir 3 cm və ölçəndən sonra rəy bölməsində neçə santimetr olduğunu qeyd edə bilərsiniz. 9-cuya baxaq. Tərəfləri verilən kvadrat çəkin. Tərəfi 5 cm. Biz cünyə vasitəsilə necə istifadə edəcəyik və yaxud da xətkeşdə olar. 5 cm deyirsə, əvvəlki videomdan qalan bu hissələri silim. Baxın, bu bizim xətkeşimiz. 5 cm, məsələn, buradan bura olsun 5 cm. Sonra cünyə vasitəsilə buradan qoyuram cünyəmizi. Bu bizim cünyəmiz. Baxın, belə. Buradan qaldırıram bir düz xət. Sonra xətkeş vasitəsilə mən onu ölçürəm ki, görən nə qədərdir bu düz xəttimiz. Bura gətirirəm. Baxın, oldu 5 cm. Sonra yenidən cünyədən istifadə edirəm. Buradan qoyuram cünyəmizi. Qaldırıram. Baxın, tutaq ki, bura. Yenə xətkeş vasitəsilə ölçürəm. Görüm neçə santimetrdir. 5 santimetr olması lazımdır. Çünki kvadratdır. Baxın, bu da dayandı. Əla. Bu hissələri indi mən xətkeş vasitəsilə birləşdirirəm. Baxın, xətkeşi qoyuram bura. Buradan da gəlirəm bura. Avtomatik özü 5 cm olur. Görürsünüz, hər biri 5 cm-dir. Növbəti. Deməli, 7 cm istəyir bu dəfə. Yenə bir xət çəkirəm xətkeş vasitəsilə. Buradan çəkim. Baxın, buradan belə 7 cm. Əla. Sonra gətirirəm cünyəmizi, qoyuram məsələn bura. Olsun burada. Buradan qaldırıram bir düz xət. İndi məndə cünyədə xətkeş yoxdur deyə bu hissədən istifadə edə bilmirəm. Amma siz şagirdlər o hissədən baxın. Məsələn, məcbur xətkeşi gətirirəm hər dəfə. Bura olmalı idi 7 cm. Əla. Oldu, bu da 7 cm. Sonra yenidən bu tərəfdən də 7 cm qaldırıram. Baxın, belə. 7. Avtomatik bu dəfə bunlar özü birləşəndə 7 olmalıdır. Çünki həm paralellik, həm də 7,1 olsun. Baxın, 7. Əla.
7, 7, 7. Bu da oldu bizim deməli kvadratlarımız. Şagirdlər digərlərini də 12 sm, 15 sm eyni qayda ilə özünüz çəkirsiniz. 10-cu, tərəfləri verilən düzbucaqlı çəkin. Bu dəfə 8 sm və 4 sm. Deməli, eyni 8 sm-dir, yoxsa uzunluq? Təbii ki, uzun olan 8 sm-dir, enimiz 4 sm-dir. Yenə gəlirəm bura, buranı silək. Deməli, 8 sm əvvəl bir uzunluq çəkirəm. Bu bizim oldu 8 sm. 4 sm günyəmizi gətirirəm. Məsələn, günyəmizi mən buradan qoysam, bura qədər qaldırıram, amma bilmirəm nə qədər olacaq. Ona görə xəttkeşdən də istifadə edirəm mütləq. Bu xəttkeş, bu da oldu 3,9, 4. Növbəti. Günyəni gətirirəm, buradan qoyuram. Yine hardasa burada bir nöqtə götürürəm. Xəttkeş vasitəsilə mütləq ölçürəm. 4 olmalıdır deyə. 4,1 yox, 4. 4. Sonra deməli 4, 4, 4,1 oldu. Ben düzəldim buranı. 4. Sonra xəttkeş vasitəsilə gətirirəm, buradan buranı birləşdirirəm. Bu da olur 8 olmalıdır əslində. Haradasa bir texnik səhvimiz oldu. 8,1 olmalıdır şagirdlər. Demək, xətlərdən biri bir balaca əyrilib. Günya vasitəsilə ona görə günyədən istifadə edirik ki, o xətlər itməsin də, yəni o perpendikulyar qalsın orada. Bura 4. Əla. Baxın, indi oldu. Günya gördünüz, düzəltdi. 4, 4, 8, 8. Eyni qayda ilə dəyərli şagirdlər, 2-nin 2 sm, 5 sm necə seçəcəksiniz? 6, 3, 4, 9 necə seçəcəksiniz? Göstərdim 8 və 4 üzərində. 11-ə baxırıq. Verilən şərtlərə uyğun düzbucaqlı çəkin. AB 2 sm, AD 3 sm, AB ilə də AD deməli perpendikulyar olmalıdır. Deməli şagirdlər, AB-miz 2 sm-dir. Buranı silirəm. Aha, bu bizim neçənci çalışmamızda əvvəla 11-ci çalışma bura qeyd edirəm. Bir AB düz xətti çəkirəm. Bura AB və özü də 2 sm. Sonra AD çəkirəm 3 sm. AB ilə də AD perpendikulyardır. Baxın, bu da AD. Belə olacaq. Deməli, burada. Bu da oldu AD. Bu da 3 sm. Sonra şagirdlər, bunları birləşdirsəm, baxın, gətirirəm belə, buradan bura 2 sm olmalıdır, eyni. Uzunluğu da 3 sm olmalıdır. Bu da bir C verir, DC. İndi deməli, DA ilə də görürsünüz ki, AB perpendikulyar olmalı idi. Sonra KL 4 cm, MN 4 cm-dir. KL ilə də MN perpendikulyardır. Daha doğrusu paraleldir. KL 4-dür, MN 4-dür. Aralarındakı məsafə də 2 cm-dir. Əla. Deməli, bu KL-dir. Baxın, bu KL. KL. Bu da MN-dir. Burada dayanır. Siz uzunluğu ölçün uşaqlar. Bura 4 cm, burada 4 cm. Birləşdirirəm mən buradan. Çünki burada deyir ki, KL ilə MN bir-birinə deməli paraleldir. Bunlar da aralarındakı məsafə 2 cm-dirsə, ümumiyyətlə buradan nə qədər götürsək, hamısı 2 cm olacaq. Onu da birləşdirəndə N də 2 cm eləyir. Yəni yazırıq, onda LN də bərabərdir KM-ə, bu da bərabərdir 2 cm. Məsələ həllərinə baxırıq. Deməli, uzunluğu 9 cm olan AB parçası çəkin.
bu parça üzərində C və D nöqtələrini elə qeyd edin ki, AC parçasının uzunluğu 4 cm, BD parçasının uzunluğu 2 cm olsun. Deməli, uzunluğu 9 cm olmalıdır. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, yəni 18 dama. Deməli, bu AB parçasıdır və bunun da uzunluğu oldu, deməli 9 cm. İndi bu parça üzərində C və D nöqtələrini elə qeyd edin ki, AC parçasının uzunluğu 4 cm olsun. Tutaq ki, buradan qeyd eləsəm C-ni, bura oldu 4 cm. Ya da ölçüb eləyək, dəqiqlik olsun şərhçilər. Buradan bura, 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 yəni 8 dama. Bura oldu C 4 cm. BD parçasının uzunluğu, yəni bu B-dirsə, buradan da D, BD-nin də uzunluğu olsun 2 cm. C və D nöqtələrindən AB düz xəttinə uzunluğu 4 cm olan perpendikulyar parçalar çəkin. Deməli, bu bizim C-mizdir. Mən C-ni yuxarıdan, yox aşağıdan yazmalıydım. Burada C-dir. Deməli, C və D nöqtələrini elə qeyd edin. Deməli, AB-yə perpendikulyar çəkirəm və bu düz xətlərin uzunluğu 4 cm olan perpendikulyar. 4 cm olmalıdır buradan. Deməli, 8 damla baxın, buradan eləyək. Bir də buradan da daha doğrusu D-nin üzərinə gəlirik. Bunların uzunluğu oldu 4 cm. Bunların da uzunluğu oldu 4 cm. Bu parçalar arasındakı məsafə nə qədərdir? Şərhçilər, bunlar bir-birinə əvvəla perpendikulyar olduğundan CD düz xəttinə, bura məsələn olsun A parçası, burada olsun B parçası. Əvvəla bu A və B parçası yazırsınız ki, bir-birinə paraleldir. Paralel olduğundan dolayı onlar arasında, yəni yuxarıda da məsafə eynidir, aşağıda da məsafə eynidir. Ona görə biz CD düz xəttini tapmalıyıq. Yazırıq CD düz xətti bərabərdir AB çıxılsın. Yəni bir dəfə buranı çıxırıq. AC üstə gəlinsin DB. Yəni bu mötərizə alın. Yəni şərhçilər AB ümumi 9 ilə 9 çıxılsın. 4 ilə 2-nin cəmi. Buranı bir də buranı çıxanda bu hissə qalır da. 4 üstə gəlinsin 2 bərabərdir 3. Deməli CD parçamız 3-dür. Bu parçalar arasında məsafə nə qədər olanda yazırsınız ki, bu parçalar arasında məsafə 3 santimetrdir. Santimetri açıb yazarsınız. Sonra 13-cü suala keçirəm. Deməli, uzunluğu 10 cm olan AB parçasını və A nöqtəsindən bu parçaya uzunluğu 5 cm olan AD perpendikulyarlığını çəkin. Çəkək. Bu bizim oldu 13-cü sualımız. 10 cm uzunluğunda bir parça çəkirik. Baxın, buradan çəkim. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Əyri çəkə bilərəm. Siz çalışın, düz çəkin xəttkeşlə. Bu AB-dir. Və bunun da uzunluğu 10 cm-dir. Bura oldu 10 cm. İndi A nöqtəsindən bu parçaya uzunluğu 5 cm olan AD perpendikulyar. Baxın, buradan qaldırırıq. 1, 2, 3, 4, 5. Bu da oldu D, AD perpendikulyarı. ABC'də düzbucaqlısı necə çəkmək olar? Heç nə şərhçilər. AB-yə paralel bir dənə belə bir xətt çəkirik qəşəng. Bizim xəttkeşimiz işə yarayacaqmı görəsən? Yox, xəttkeş burada istifadə etmək biraz çətindir. Baxın, AB-yə paralel çəkirəm. Bu olur C. Sonra da CB-yə də perpendikulyar eləyirəm. Daha doğrusu AB-dən də C-yə perpendikulyar xətt çəkirəm.
Burada onda olur 10 santimetr. Bura 5 santimetrdirsə, burada mütləq 5 santimetr olmalıdır. Belə bir xətt alınır. Sonra C nöqtəsindən kəsişən parçalardan biri AB tərəfinə paralel, hansı perpendikulyar olar? C nöqtəsində kəsişən parçalardan hansıdır? C nöqtəsi buradadır da. Burada kəsişən parçalardan bir hansı AB tərəfinə paraleldir? DC-dir də, yəni yazırıq biz bura DC AB-yə paraleldir, amma CB AB-yə perpendikulyardır. Sonra ABCD düzbucaqlının sahəsini və perimetri nə qədərdir? Şərhlər. Deməli, əvvəl sahəsini yazırıq. Sahə bərabərdir. Hansı düsturla hesablanır? A vurulsun B ilə. O zaman yazırıq ki, A-mızın yerinə 5 oldusa, tutaq ki, B-imizin də yerinə 10-dursa, 5 vurulsun 10 bərabərdir 50 santimetrin kvadratı. Perimetr nəyə bərabərdir? Perimetrində düstur bərabərdir. 2 vurulsun A üstə gəlinsin B. O da bərabərdir. Deməli, 2 vurulsun. A-mız 5-dir, B-miz də 10-dur. Yəni, 2 vurulsun 15, o da bərabərdir 30 santimetr. Bu qədər. Şərhlər, sualınız varsa rəy bölməsində qeyd edə bilərsiniz. Növbəti videom üçbucağın çəkilməsi olacaq. Növbəti videomda görüşərik. Sağ olun, salamat qalın.